Harmonik rəqs edən 300 qram kütləli cismin təcilinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Cismin impulsunun maksimal qiymətini hesablayın. İmpulsun maksimal qiyməti PM bərabərdir M vur VM olmuş olacaq. Burada kütlə var, ancaq sürət yoxdur. Bizdə olan qrafikdən nələri müəyyən edə bilirik? Təcilin maksimal qiymətini və periodun qiymətini. Bu kəmiyyətlərlə biz sürəti tapmalıyıq. Təcilin belə bir düsturunu yazsaq, AM bərabərdir omega VM. Omeganın ya yerinə 2pi böl T yazdığımızda alınacaq 2pi VM böl T. Həmin ifadədən sürətin maksimal qiyməti olacaq AMT bölünsün 2pi. Gətirib impulsun ifadəsində yerinə yazsaq, M vurulsun AMT bölünsün 2pi. Kütlənin qiyməti 300 qram, 0,3 kiloqram. Təcilin maksimal qiyməti 90. Periyod 0,4 saniyə bölünsün pi. 2 vur 3. Deməli olacaq 3 vur 9 vur 0,4 bölünsün 2 vurulsun 3. 3 ixtisar olunacaq. 4 ilə 2, 0,4 ilə 2-ni ixtisarlayanda 0,2, 9 vurulsun 0,2 olacaq. 1,8 kiloqram metr bölünsün saniyə.